gedir. 4-cü mərhələdə avtomobillərin yürüyüşündə lider dəyişdi. İndi isə daha ətraflı. Qusarda qadınlar arasında Azərbaycan Open Beynəlxalq Dağ Xizəyi turniri start götürüb. Şahdağ Turizm Mərkəzində təşkil olunan yarışla bağlı daha ətraflı məlumatı əməkdaşımız Absalam Həşimdən alacaq. Hər vaxtınız xeyir Absalam, buyurun məlumatlarınızı çatdırın. Hər vaxtınız xeyir Nigar. Bəli, biz hazırda Şahdağ Turizm Mərkəzindəyik. Bugün Azərbaycan Qış İdman Növləri Federasiyasının təşkilatçılığı ilə ölkədə ilk dəfə qadınlar arasında Azərbaycan Open xizək yarışı keçirilir. Artıq günün səhər saatlarından iştirakçılar, idmançılar trasa baxış keçiriblər və günün ilk yürüyüşü keçirilib. İndi isə ikinci yürüyüş keçiriləcək və trasa baxış idmançılar tərəfindən keçirildi. Bugün slalom kateqoriyasında idmançılar mübarizə aparırlar. Hazırda isə yanımda Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədolova var. Xoş gördük Günel xanım. Salam, xoş gördük. Mən ilk öncə qeyd etmək istəyirəm ki, bu yarış bu ilin bütün idman növləri üzrə ilk beynəlxalq yarışıdır və Azərbaycan Qış İdman Növləri Federasiyasında bir səhifədir, yeni səhifədir. Dağ xizəyi üzrə Azərbaycanda ilk dəfə keçirilən yarışdır. Yarışda bizim idmançımız Anastasiya Papatoma bizi təmsil edir. Həmin idmançı Olimpiya oyunlarında kvalifikasiya qazanıb, lisenziya qazanıb. Ümumiyyətlə bu yarış bizə gələcəkdə daha mötəbər yarışların keçirilməsi üçün təkan verəcəkdir. Yamaclar, bütün idmançılar yamaclar haqqında ancaq pozitiv şərtlər deyir. Günel xanım, yamacılar demişkən, ümumiyyətlə Şahdağın pisti beynəlxalq standartlara uyğundurmu? Bəli, bunun üçün biz Beynəlxalq Xizək və Snowboard Federasiyası tərəfindən yamacların homoloqasiyasını keçirtmişik və dağ xizəyin slalom, nəhəng slalom və superci növləri üzrə yarışların keçirilməsi üçün sertifikat almışıq. Bundan əlavə, bu il 14-15 mart tarixlərində bizdə FIS Dünya Kubokunun final mərhələsi keçiriləcək ki, Azərbaycanda ilk dəfə keçirilən yarışdır və bunun üçün də təbii ki, ilk öncə geniş Beynəlxalq Federasiyanın geniş komandası gəlib yamacların homoloqasiyasını keçirdi və buradan olan təsiratları, pozitiv şərtlər, yalnız pozitiv şərtlər və düşünürəm ki, bu yeni səhifədir. Həm Azərbaycan idmanında yeni səhifədir, həm qış idman növlərində yeni səhifədir. Bu yarışlar bizə gələcəkdə daha çox idmançının, ölkəmizi daha çox idmançının təmsil edəcəyini bir stimul verir, töhfə verir. Həmçinin də daha çox əhalinin cəlbi üçün köməklik göstərir. Düşünürəm ki, hər şey əla olacaq. Çox sağ olun, təşəkkür edirik. İliniz uğurlu olsun. Belə mənim buradan çatdıracaqlarım bu qədər idi Nigar. İndi isə sözü yenidən sizə buraxıram. Təşəkkür edirik Absalam. Sizə və müsahibinizə xatırladaq ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Absalam Həşimli idi. Qəbələ qış fasiləsində növbəti transferini reallaşdırıb. İmişli klubu hücumçusu ilə yollarını ayırıb. Kəpəz isə Turan Tovuzun futbolçusu ilə